Sovet dövründən sonra Bakı şəhərinə kütləvi axın başladı. Nəticədə əhalinin sayı təxminən 5 milyona yaxınlaşdı. Bu normadan 2-3 dəfə çoxdur. News 24 az xəbər verir ki, bu sözləri Global Info azı açıqlamasında sosioloq Elçin Bayramlı deyib. Onun sözlərinə görə son dövrlərdə aparılan xaotik və sürətli tikintilər paytaxtda yaşanmaz hala gətirib. Təkcə yağışlı, qarlı havalarda deyil, adi vaxtlarda da Bakıda nəqliyyatın hərəkəti mümkünsüz vəziyyətdədir. Avtomobil idarə etmək yaxud saxlamaq imkanı yoxdur. Su boruları, elektrik naqilləri, qaz xətləri maksimum gərginliklə işləyir. Ölkə əhalisinin yarısı burada cəmləşib. Problemləri isə lokal tədbirlərlə aradan qaldırmaq mümkün deyil. Tamamilə fundamental şəkildə həll oluna bilər. Bu da ancaq nəzəri cəhətdən mümkündür, praktik yox. Çünki ən azı 10-15 il vaxt və 100 milyard pul lazımdır. Paytaxtdan son 20-30 ildə tikilən binaların ən azı yarısı sökülməlidir. Yenidən normal elmi metodlarla şəhərsalma qaydalarına uyğun olaraq binalar inşa edilməlidir. Bütün kommunal infrastrukturlar, xətlər əhali gərginliyi də nəzərə alınaraq hesablanmalıdır. Lakin praktikada Bakı şəhərinin xilas edilməsi mümkünsüzdür. Ona görə də əlac qalmayıb. Hökumət sürətli şəkildə regionları inkişaf etdirməli, Bakıda əhalinin sayı 2 dəfə azalmalıdır. Minimum 2 milyon adam ərazidən çıxarılıb regionlara göndərilməlidir deyə sosioloq bildirib.